Salam, sabahınız xeyir olsun. Mən Bilalov Kəmandar Əjdəroğlu. Ürəyimdə göynəmə hiss etdiyim üçün, tək nəfəsli hiss etdiyim üçün təcili mərkəzi gömrük hospitalına müraciət etdim. Çox sağ olsunlar, yüksək səviyyədə qarşıladılar bizi. Bütün müayinələri etdilər bizim üstümüzdə. Anjiyo müayinəsindən sonra məlum oldu ki, mənim ürəyim damarlarında, iki damarında tıxanma var. Mümkün deyil bunu stent vasitəsilə açmaq. Ən şanslı insan oldu ki, bunu ancaq açıq əməliyyat vasitəsilə həyata keçirsin. Və bu yüksək səviyyədə bu əməliyyatı, bu həyəcanlı, gərgin bir vəziyyətimdə olduğum halda sağ olsun bizim gözəl həkimimiz, gözəl professorumuz, gözəl millət vəkilimiz Rəşad Mahmudov öz öhdəsinə götürdü və məni əməliyyat elədi. Mən əməliyyatdan yüksək səviyyədə çıxdım. Bütün tibbi personal, başda baş həkim olmaq, Bəxtiyar Musayev olmaq şərti ilə, tibbi xidmət üzrə rəis Ceyhun Məmmədov olmaq şərti ilə, adımdan, ailəm adından, bütün burada yatan xəstələr adından təşəkkür edirəm. Var olun, sağ olun. Mən özüm demək olar yoldaşımın xəstəliyi ilə bağlı Türkiyədə bir çox xəstəxanalarda olmuşam. Orada olan xidmətləri görmüşəm. İnanın səmimiyyətimə, burada olan bu xidmət, bu gözəl yüksək xidməti mən heç bir yerdə görməmişəm. Əziz Azərbaycan vətəndaşları, əziz Bakı sakinlərimiz, bu cür gözəl, yüksək səviyyəli xidməti qoyub hansısa başqa ölkələrə qaçmağa heç bir məna yoxdur. Hər halda özünüzdə, ürəyinizdə, başqa əzalarınızda nəsə bir narazılıq hiss edirsinizsə, buyurun mərkəzi gömrük hospitalına müraciət edin. Yüksək tibbi personal, yüksək səviyyəli professorlar, həkimlər sizin qulluğunuzda dayanıblar. Sağ olun, var olun. Bir daha mən başda Bəxtiyar Musayev olmaq şərti ilə, tibbi xidmətin rəisi Ceyhun Məmmədov olmaq şərti ilə ailəm və adımdan təşəkkürlər edirəm. Sağ olun.